Gecə bu maşınlar burada dayanıblar. Belə Tofiqin nəvəsi, o boyda Şahzadə kimi böyümüş nəvəsi Targovo Centrdə. Çingiz Mustafayevin bağçasına gedən nəvəsi da o boyda Araz ağaları kimi milyarderin nəslindən. Bu Cındırlar sülaləsi Qaçqın Tres, özlərinə məcburi köçkün deyənlər ailəsi. Burada özləri üçün Tofiqin çörəyini yiyib, suyunu içib, tepi yatanlar, bir qeyrətlər sülalisi. Çingiz Mustafayevi öldürüb gəlib burada oturan bir qeyrət xocalları, mocaları, nəmlə boxları, büsürləri. Bu çörəyini yiyə bilmir öz evində, oturub burada maşının işığını gəlir burada üstünə salırlar. Bu bir qeyrət şərəfsiz, ləyaqətsizlərin maşınları. Özləri də orada pataskuxalar salonu açıblar. Gedirlər, gəlirlər, pataskuxaları da oradan gedib gəlir bu tərəfə, o tərəfə, o tərəfə, bu tərəfə. Neçə vaxt ona demişəm, şantaj eləmişəm, demişəm ki, gəlib buradan keçsiniz mənim evimin altından, pəncərəmin altına çəkib sizi qoyacağım YouTube'a, da gəlib keçmirlər qorxularından, giriblər deşiklərində oturublar. Mehriban xanım, eşidirsiniz? İlham Aliyeviç, sizin getirdiyiniz postpatrol postpatrol bilmirəm kimlər, 102 postpatrol, Cavid Uçaskovu, hamısı bir yerdə sizin məcburi qaçqın köçkünlərinizə işləyirlər. O boyda Tofiqin fondlara keçirdikləri Tofiqin nəvəsinə yox, Araz ağaları üçün nəslindən olan uşağa yox. Bu küçə pataskuxalarına işləyirlər. Bu cındır trestlərə. Araz ağaları üçün milyarderin maşını qarajında 150 dənədirsə, sizdə bir dənədir. Yolçular sülaləsi. Oturublar burada maşınları ilə, zatları ilə, telefonları ilə. Elə bir gələndə maşınla gəlmişlər. Avtobusla, eşya arabası ilə gələnlər. Rədd olun gedin də qara günə qalmış Qarabağınıza. Bir qeyrət şərəfsiz, ləyaqətsizlər sülaləsi.